Həm bunların ehtiyac hissələrini gətirmişik, həm də ki bunların kursunu keçmişik. Patkrenkin altında. Onlarda problem olur. Bunlar sıradan tez sıxırlar. Sən problem deyil. Mən onun qarşısını ala bilərəm, izolasiyanı yeniləyə bilərik. Xeyir Mağazin Pulsunun daimi tamaşaçıları, mən Əbdülsəyevin təqdimatında avtomobildə rubrikasına baxırsınız. Bu həftə qonağım son zamanların çox danışılan gənc müğənnisi Rovik Səfərovdur. Salam əleykum, xoş gördük. Necəsiz? Çox sağ olun. Tural, sən də burdasan? Mən həmişə kimi buradayım. Mən ilk dəfədir ki, gəlirəm ki, Tural qonaqla bərabər burdadır. Tural bizim dostumuzdur, biz maşınla bağlı müəyyən problemlər var idi, həll etməyə çalışırıq biz Tural'la. Siz də bizi yaxaladınız. Rovik, necədir işlər? Çox sağ olun, salamlayırıq sizi, Əbdül bəy, Aribə mağazini və onun izləyicilərini xoş gördük. İşlərin də maşallah yaxşı gedir son Çox sağ zamanlar. olun. Bəli. Bir məlumatı da çatdırım ki, bu yaxınlarda da Tural müasir Çin avtomobilləri ilə bağlı kurs keçdi. Bitdi kursun. İnşallah ki yenidən yenə də davam edəcəyik. Olmuşam olmağına, Çindən gedir söhbət, 2 ayda olduq. Bəli. Və yenidən olaraq hələ ki o işlərin üstündə işləyirik. Həm bunların ehtiyac hissələrini gətirmişik, həm də ki bunların kursunu keçmişik. Və yeni ikinci inşallah ki səfərimiz yenə də həm Pekinədir, Çinədir, gedəcəyik Allah qoysa. Orada həm bunların davamlı olaraq kurslarını, həm də ki ehtiyac hissələrini, çatışmayan nə varsa Azərbaycanda, bizim respublikada onları təmin etmək üçün. Bu avtomobillərdə ABS-lə və BSM blok deyilir, TEN də deyirlər ona. Sol tərəfdə olur, patkrenkin altında. Onlarda problem olur. Bunlar sıradan tez sıxırlar. Yəni izolasiya problemləri olur. Bugünkü gündə Azərbaycanda bu dəbdir demək olar ki, maşınlardır. Bunların qarşısını almaq mümkündür. Siz əgər gələcəkdə istəmirsinizsə bu cür hallarla qarşılaşasınız, onların da qiyməti çox bahadır. 1000 dollardır, 1700 manatdır. Can qardaş, necə ürəkdən elədi. İstəmə almazdım. Yox, almısan problem deyil. Mən onun qarşısını ala bilərəm, izolasiyanı yeniləyə bilərik. Yəni siz çox kiçik bir miqdarda xərclə 100-200 manatla gələcəkdə sizin 1700-1500 manat olacaq xərcinizin qarşısını ala bilərsiniz. Və o cür problem olmur.